Əmr elə, ay qəlb, qorx Allahdan. 100 dəfə əmr elə, xeyri yoxdur. Əmr elə, ay qəlb, sev Allahı. Bu ilə düzəlmir. Görürsən, Qədr gecəsidir, ildə bir dəfə. İnsan oyaq qalıb, nə qədər eləyir, mənəvi halı yaranmır. Gözündən bir damcı yaş çıxmır. Yaranmır, öldür yaranmır. Nə qədər danış, başa sal yaranmır. Bunun qaydası, qanunu var. Qəlbə yaxınlaşmağın qaydası, qanunu var. Gərək nazı ilə oynayasan. Gərək yollar axtarasan ki, hardan sarı simət oxunum? Necə eləyim ki, bunu bir qaynadım, içində olan o xəzinələr üzə çıxsın? Onlardan birinə işarə edir Həzrət Əli. Bunu yaratmaq olur, çətin deyil. Qurana müraciət eləsin gecə yarı və hüzün yaratsın özündə. Təfəkkürlə bunu eləmək olur. Bu çox çətin bir şey deyil. Hüzünü yaratmaq, şövq, qorxu yaratmaqdan daha asandır. Hüzün yaratsın. Hüzün hazırlıq yaradır qəlbdə ki, qəlbdə olan qaynaqlar, o xəzinələr üzə çıxsın, bulaqlar qaynasın. Yoxsa dağı tərpətməkdən çətindir qəlbi dəyişmək. Qəlb belə bir şeydir ki, Allah da əl çəkir bəzən. Fi qulubihim məradun. Xatəməllah. Deyir da, mən girişə bilmirəm. O mənada yox ki, Allah azizdir. Allahdan xeyr nazil olur dayanmadan, qəlb bir hala gəlir ki, xeyri şərə çevirir. Allah deyir da, mən neynim buna? Qəlb belə bir şeydir. Xeyirləri şərə çevirir. Fəzzadəhumullah məraza. Allah deyir, xəstəliklərini artırır. Necə? Allah xəstələndirir qəlbi, xeyr. Allah xeyri göndərir. Qəlb bir zavod kimidir, istehsal edir, onu çevirir pisə. Və yaxud da daha da yaxşı hala gətirir, çıxardır. Belə bir misal deyim də, bəzən adama bəla gəlir. Belə işinin xod getdiyi vaxtda, hər şey yaxşı, birdən bir bəla gəldi, görsən ki, yavaş-yavaş onun həmən o xodu yavaş-yavaş alır. İnsanda bir qəlbi sınıqlıq yaradır. Bunu nə üçün edir Allah? Bəlanın bir hüznü var. Bir hüznü var, bəla bir qəlbə qəm gətirir ki, bu qəm səni tənzimləsin ki, sonra təzdən yol gedəsən Allaha tərəf. Amma normalda belə olmamalıdır. Yaxşı olar ki, adam bəlanın qəmi ilə qəmlənməyə. Yaxşı olar ki, adam özündə Quranla bu qəmi yaratsın. Bilirsiniz, bəlanın qəmi ilə qəmlənmək çox da yaxşı bir hal deyil. Allah bəzən əlacsız qalır bizə görə, görür ki, başqa cür olmur, bir dənə bəla göndərir ki, qəm gəlsin, tənzimləsin bu, tüğyan eləmiş ruhu. Özün gərək hüznü